Aparıcı prodüser Tarix Əliyevin səhhətində problem yaranıb. Bugün TV Bakı.ws istinadən xəbər verir ki, canlı efir zamanı onun halı qəfildən pisləşib. Onun səhhətinin pisləşməsinə efirdə yaşandığı gərginlik səbəb olub. Aparıcı veriliş zamanı xeyli əsəb keçirib. Daha ətraflı videonu sizə təqdim edirik. Normalde efirdə tez-tez belə əsəbləşirəm, o da məndən asılı olur. Nəfəs alırıq dərin-dərin. Əsəbləşəndə ağzım quruyur və özümə əl ala bilmirəm. Bir dənə problem odur ki, mən özümə əl ala bilmirəm. Yəni, cılovlamaq istəyirəm, özümü cılovlaya bilmirəm. Hal-hazırda zaten ürək döyüntünüz də çox yüksəkdir, təzyiqiniz də çox yüksəkdir. Yəni, göstəriş aşıq bir təzyiqdir. Amma mən şey içirəm, dərmanı adı yadda 50'lik Kaptapir içirəm, 50'liyi dilimin altına qoyuram ya da bütün limonu yiyirəm, 3-4 dəfə içirəm. Keçən dəfə iş düşmürdü, işdə götürdüm, ayağımı vannaya qoydum, hətta işdə vannaya qoydum, ondan sonra keçdim. Keymə var hal-hazırda? Hindi yoxdur, amma səhər elə bir ki, birdən-birə qollarım keydi efirdə, başladım belə sıxmalı özümü. Siz bu təzyiqlə ümumiyyətlə gəzməməlisiniz belə. Yəni, nəyə gedir? Bu qədər yüksək təzyiqlə siz hətta bir neçə gün xəstəxana, ambulator şəraitdə, hətta elə belə buraxmaq olması çox risklidir. Doktor, mənim sabah saat 9:30-da verilişim var. Tərif belə bilmək istəyir. Yəni, bu halda sizin hal-hazırda bizim göndərməyinizə görə birbaşa bilə-bilə risk atmağımız kimi bir şeydir. Təzyiqiniz çünki heç normallaşmır. Bir cavab verin, doktor, cavab verin. Bacıdır, doktor, cavab verin. Narahat olmayın. Deməli, bu təzyiqinizi hətta biz ayrı yoldan da müdaxilə edirik, amma təzyiqini düşünürük. Bir dənə ürək döyüntülərinizə qulaq asıb görürük, baxanlarda bir problem var mı? Genetik olaraq ürək düşürü olan var. Atam açıq ürək əməliyyatı oldu, şəkər xəstəsi oldu. Təzyiq bilmirəm. Təzyiq bizdə də var. Mahirə günün təzyiqi var. Məndə də Nevin Dilakifoğlu, Samir Əliyev, Bugün TV. Bir dənə ürək dərmanı var. Bu yaxınlarda mənə yeganə doktor.